as tayfaları ki olubdur. Bəli. Bu as sözünün bir neçə məna verirlər. Hı -hı. Amma yəni konkret onun mən şəxsən özüm üçün də Hı -hı. tam bir mənasına gedib çıxa bilməmişəm. Konkret olaraq bu nə mənada işlənib bu tayfanın adı? Aha. Mən az tayfaları ilə bağlı kitabda yazmışam və az sözü əski türk dilində səs, şuur, bilik mənasına gəlir, imam mənasına gəlir. Amma az-şuur boylarının yaranma mexanizmini dərindən fikirləşdikdə mən bir neçə versiya yazmışam və deyirəm ki, az ola bilsin ki, iman demək ola bilər, birlik demək ola bilər və su boyları məsəl üçün su döyüş kökü ilə bağlı olmuş ola bilər, ur vurmaq kökü ilə bağlı olmuş ola bilər. Lakin daha dərindən düşündükdə bu necə yaranır, qardaş? Bax, bizim dilimizdə öz sözü var. Öz. Yəni demək ilk topluluq ki olur türkülər, bu özdür. Daha sonra bundan ayrılanan şu deyirlər. Yəni kənardakı. Hansı ki indi də öz sözünün tərsi olan şu sözü onun daha sonra dalına, sonuna n səsi gəlib sən, z səsi gəlib siz sözü formalaşacaq. Demək ki türkülər birinci topluluq ki var, daha bunun adı yoxdur. Buna öz deyir. Özü də nə vaxt deyir? Artıq bir topluluq bundan ayrılır. Ayrıldıqdan sonra ata topluluğa öz deyir, ayrılana şu deyir. Və bunun nəticəsində biz fonetik olaraq daha sonra bunu az və suya çeviririk. Və daha sonra az-şuur boyları hər hansısa formada yeni bir birlik yaranır və ya üçüncü bir birlik yaranır, ona da ur deyir. Yəni burada biz demək özlərdən şunun ayrılıb, yəni bir boy iki hissəyə bölündükdən sonra ona öz və şu deyir və üçüncü qol yarandıqda buna ur deyir. Yəni bunun biz birbaşa izahını verə bilmərik, çünki az-şuurların yaranması ən azı 10-15 min il bundan əvvəldir. Sadəcə olaraq biz etimoloji təhlilə baxaraq bunun ən məntiqli hansı formada yarana biləcəyini göstərə bilərik. Və bu arada xatırladım ki, bax mən rəqəmlərin necə yaranmağını, şəxs əvəzliklərinin necə yaranmağının tam təhlilini vermişəm. Yəni bizən atalarımızın dili yaratma məntiqini, təfəkkürünü başa düşdükdən sonra anlayırsan ki, o digər adları da necə yarada bilər. O yanaşmaları gərək hiss eləyəsən.